Bütün avadanlıqlar yanıb, bütün sexin hamısı yanıb, xeyli ziyandadır. Uşaq oxuyan var, hazırlığa gedən var, hamı qaldıq işsiz. Səhər-səhər çox pis xəbərlə açdıq bu səhəri. Amma çox pisdə, kaş belə olmazdı. 20 ildən artıqdır ki, bu zavod fəaliyyət göstərir. Bazarda yüksək dərəcədə nəticələrimiz var. Milyonlarla zərər dəyibdir. Tonlarla məhsullar məhv oldu. Nə qədər ailə çörəksiz qaldı. 200-dən artıq işçimiz varsa, o deməkdir ki, 200-dən artıq ailə işsiz qaldı. Yanğın yerinə dərhal operativ şəkildə yüksək çağırışla 8 avtoçən cəlb edilmişdi və yaxın rayonlardan Şəmkir və Samux rayonlarından 2 avtoçən cəlb edilmişdi, canlı qüvvəsi cəlb edilmişdi. Ümumilikdə yanğın söndürülməsinə 10 avtoçən və 60 canlı qüvvə səfərbər olunaraq yanğının qonşu tikililərə keçməyin qarşısı alınmışdı. Ümumilikdə yanğın 1500 kvadrat əhatə etdiyindən mürəkkəb yanğınlara aid edilir. Şəxsi heyət yanğının söndürülməsini operativ şəkildə söndürülmüş və digər təxirə salınmaz işlər görmüşdülər.